Aray Kartunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan ordusunun baş qərargah rəisindən aldığını etiraf edib. Xatırladım ki, daha əvvəlki məhkəmədə bu səlahiyyətin, yəni bəyanatın ona aid olduğunu, amma Gəncəni vurmaq əmrinin onun tərəfindən verilmədiyini və bunun elə bir səlahiyyətinin olmadığını bildirmişdi, demişdi. Özünü Sudan quruyaya satmaq istəyir hər halda. Ailəsini də Bakıya gətirib burada yaşamaq istəyir. Sudan danışmışkən su aydınlıq mənbəyidir. Azərbaycanın qələbə qazanmağı hamıya aydındır, amma qaranlıq olan məsələlər var. Məsələn, sərhədlərin açılmağı, sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin taleyi. Bu, məsələn, dünənləri belə bir xəbər yayıldı ki, Ermənistanla sülh müqaviləsi artıq razılaşdırılıb. Orada o iki prinsip var idi, heç bir tərəf razılaşmırdı ondan. Bakı ilə İrəvan arasında söhbət var idi, yəni razılaşmamaq, anlaşılmazlıq var idi. Amma ondan bir gün qabaq yeni müharibənin belə deyim də proqnozları, anonsları gedirdi. Kaliber, Azərbaycan Milliyyəti mediasında artıq tüm kanallarda birinci Kaliberdə yayılmışdı. Bu da nələrə əsasən, məlumatlara əsaslanmış bir informasiya idi, analiz idi. Görək nətər olur bu işlərin axırı.